mövzusu indi dünya gündəmində olan müharibə ilə bağlı olacaq. Amma xahişim budur ki, diqqətlə qulaq asın və məni dinləyənləri də sonra bu Ramazan ayında, Allahın ayında, bu əziz ayda ədalətli və insaflı olmağa, Allahdan qorxmağa, düzgün qərar satmağa, bir gündə qiyamətdə çıxartdığı qərara görə Allaha cavab verəcəyini unutmamağa dəvət edirəm. İlk baxışda bəli, müharibə pisdir. Əlbəttə ki, müharibə ilk baxışda pisdir. Müharibədə ölənlər var, müharibədə dağıntılar var, xarabalıqlar var. Ağlı olan heç bir səbəbsiz müharibəyə əl qoymaz. İmanı olan heç vaxt müharibədə təcavüzkar rolunda başqa bir ölkəyə, başqa bir insana, şəxsə təcavüz etməz. Amma bəzən müharibə qaçılmazdır. Niyə? Çünki daha düşmən sənə hücum çəkib, düşmən sənə təcavüz eləyib. Bir anda gecə, yaxud da gündüz ayılırsan ki, düşmən namərdcəsinə arxadan zərbə vurur. Qoca, yaşlı, uşaq, qadın tanımır və təcavüz eləyir. Sənə müdafiə haqqı verilir. Sən məcbur olsan müdafiəyə haqqında düşünəsən və müharibəyə girəsən. İndi müharibə burada bəlkə də dəyişilir, müsbət olur. Çünki niyə? Çünki Allah Teala Qur'an-ı Kərimdə Bəqərə surəsində gözəl bir hikmətli ayəsində 216-cı ayədə döyüşlə bağlı görün nə deyir? Kutiba aleykumul qital və huve kurhul lekum. Sizin üçün kafirlərlə döyüş yazıldı. Qərarı alındı ki, siz döyüşəsiniz. Allah döyüş istəyir. Məsləhət, haqqı müdafiə ilə döyüş kafirlərlə. Halbuki bu sizin xoşunuza gəlmir. Başa düşürük. Müharibədə ölmək var, yaralanmaq var, qan var. Ailə uşağın aradan getməsi var, evlərin dağılmağı var. Müharibə çətindir. Amma Allah Teala buyurur ki, sizin üçün döyüş yazıldı və qərara alındı. Halbuki sizin xoşunuza gəlmir. Amma unutmayın. Və asa an takrahu şey'an və huve xayrun lekum və asa an tuhibbu şey'an və huve şerrun lekum. Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki o sizin üçün xeyirlidir. Əksinə, və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki o sizin üçün pisdir. Sən elə bilsən, xoşlamırsan, yox, sənin fikirləşdiyin kimi deyil. Sən pərdə arxasını görmürsən. Sən qeyb aləmin bilmirsən. Çox şey yaxşıdır, xeyirdir, sən onu şər hesab edirsən. Çox şey pisdir, amma sən onu öz xeyri bilirsən. Bəs mən nə etməliyəm? Allahın sözünə qulaq asmalısan. Vallahu ya'lem və entum la ta'lemun. Allah bilir, siz isə bilmirsiniz. Bəs nə edək? Vuruşmalıyıq. Nə bacarırıq? Haqq olan müharibədə haqqın tərəfindən çıxış eləməliyik, əlimizdən gələni eləməliyik, sabada Allaha deməyə sözümüz olsun. Namid olmayın, qələbə Qur'an deyir, Allahdandır. Və Allah Teala Qur'an-ı Kərimdə bizə xəbər verib ki, bu məsələ heç də sizlə bağlı deyil. Özünə mömin deyirsənsə, iman əhli deyirsənsə, Allah deyir ki, imtihan olunacaqsın. Elə bilirsiniz ki, iman gətirdi, amənna dedi, mömin oldu, birbaşa behiştə gedəcəksiniz, imtihan olunacaqsınız. İmtihan meydanlarından biri müharibədir. Müharibədə kişilərlə, mərdlərlə namərdlər bilinir. Eysanda süfrə başında çox adam olur. Süfrə başında çox ola bilər, amma bayraq altında az olarlar. Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, peyğəmbərlər də bu işlə məşğul olublar. Onlar da müharibə eləyiblər. Onlarla olan müqəddəs ilahi şəxslər də olub vuruşublar. Baxın, Ali-İmran surəsində 146-147-ci ayədə Allah Teala buyurur ki, nə çox peyğəmbərlər ki, onlarla birlikdə çoxlu ilahi şəxsiyyətlər vuruşublar. Beləliklə onlar Allah yolunda düsar olduqları şeyin müqabilində süstləşərək zəifləmədilər. Zəifləmək, süstləşmək olmaz. Əyilərək təslim olmadılar. Allah səbirləri sevir. Onların sözü nə idi? Sonraki ayədir. Rabbena ighfir lana zunubana və israfana fi əmrina və thabbit aqdamana və nsurna aləl qavmil kafirin. Ey Rəbbimiz, bizim günahlarımızı və içimizdəki, işimizdəki israfçılığımızı bağışla.
qədəmlərimizi möhkəm elə və bizi kafir dəstəyə qarşı bizə kömək elə. Peyğəmbərlər vuruşublar, onların onu ilahi şəxsiyyətlər vuruşublar, dua da eləyiblər. Bizim də vəzifəmiz onlar üçün bu yolu getməkdir. İndi qardaşlar, burada müharibə çox müharibələr var. Amma müharibədə bəzən düşmən elə bir iş görür ki, bütün müsəlmanların, möminlərin, məzlumların, mərd insanların, haqqın tərəfindən azad insanların qəlbinə yara vurur. Müsəlmanların imamını, rəhbərini, Peyğəmbər balasını Ramazan ayında oruc ağızla, ailəsi ilə həyat yoldaşı, qızı, 2 nəvəsi körpə, 14 aylıq körpəsi ilə bir yerdə tonluq bombalarla vurub öldürürlər. Bu kiçik iş deyil, bu cinayət, çox böyük bir cinayətdir. Müsəlmanların rəhbərini öldürəsən, sonra səni yaxavı kənara çəkə bilərsən. Xeyr. 14 əsrdir bizim bir məsum imamımızı Kərbalada körpə balası ilə öldürüblər. Əlimizi Yezidin yaxasından çəkməmişik. Və çəkməyəcəyik də. İran dövlət olaraq əlini çəksə də, şiələr, möminlər bundan əl çəkməyəcəklər. Müsəlmanların imamını, rəhbərini öldürmək kiçik işdir. Bizim ruhani qardaşımız, Hacı qardaşımız demişkən, Yezid elə bildi ki, qələbə salacaq, İmam Hüseyin İslamı şəhid eləməklə. Yezid özünə də problem yarattı, özündən sonraki Yezidlərə də bir problem yarattı, qoydu getdi. İmam Hüseynin qanı indi öz işini görür. Və Ayətullah Seyyid Əli Şəhid Xamneyinin də qanı görərsiniz. Elə bir bərəkət olacaq ki, o inşallah bu zalimlərin, bu Trumpların, bəlkə o imperialist hakimiyyətin sonu indirəcək inşallah. Təkbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! Bunu da deyim. Mən şəxsi fikrimi deyirəm. Ürəyimiz kədər içindədir. Narahatıq. Amma Ayətullah Şəhid Xamneyyə yaraşan da elə bu idi. Ayətullah Şəhid Xamneyi, bizim bir şəhidimiz vardı, adını çəkmirəm. Çəksəm çünki siləcəklər bunu. Qasım idi adı, bilirsiniz, şəhid. Tanıyırsınız. O şəhid olanda bir söz dedi. Bir düşmənlər bilsinlər. Şəhid Qasım axırı diri Qasımdan daha çox təhlükəli, daha da çox güclüdür. Ayətullah Şəhid Xamneyi də görəcəksiniz. Şəhadəti ilə elə bir ruhiyyə verib. Elə bir ruhiyyə verib ki, onun şəhidliyi diriliyindən də daha uca olacaq. Təkbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! Hələ neçə ay bundan qabaq bir şey oxumuşdum. Bir Yəhudi hərbiçi İsrail ordusunda xidmət edib, əlbəttə sonradan etiraz edib, vicdanlı adamdır, çıxıb indi Almaniyada yaşayır. Bəli. Adı da Alon Mizrahidir. Deyir ki, hələ ağa sağ olanda deyib bu sözü. Deyir ki, Xameneyi, onun ifadəsini deyirəm, Xameneyi hal-hazırda əsrimizin, zamanəmizin Che Guevara'sına çevrilməkdədir. Ernesto Che Guevara eşitmişsiniz də? Baxarsınız, vaxt gələcəkdə həmin bu qərbdə olan cavanlar geyindiyi köynəklər onun şəklini vuracaqlar. Həqiqətən yaraşırdı. Ağaya yaraşmırdı, ağa yorğan döşəkdə ölsün. Siz baxın, bir ömür ancaq ömrünü sərf eləyib, elm, mücahid, düşmənlə, zalimlə mübarizəyə. 6 dəfə həbs həyatı yatıb. Bir dəfə terror olunub, sağ çıxıb, əlindən yaralanmışdı. İraq-İran döyüşündə yaxından prezident olmağına baxmayaraq, birbaşa səngərdə planınızdan generallarla əyləşib, neçə dəfə ölümdən qurtulub. Bu qədər işləri görən adam gəlib yorğan döşəkdə, 86 yaşında, onsuz da bir gün ölüm, Quran dediyi kimi sizin sorağınız eləsə, dadacaqsınız. Ona orada ölmək yaraşardı. Hələ Ramazan ayında oruc halda ölməyin bir başqa fəziləti var. Bizim hədislərimiz var. Kim oruc halda Allahın görüşünə getsə, günahları bağışlanar.
xüsusi Allahdan rəhmət qazanıb ki, oruc halda Allahla görüşür. Hədisimizdə var, əgər bacarırsansa, ölüm sorağına gələndə oruc ol. O halda Allahla görüş. Allahın xüsusi rəhmətini qazanar. Bir adam oruc aldı, ölsə dirib onun nişanəsidir ki, iman əhlidirsə, aqibəti xeyr olub. Hamımız Allahın qonağıyıq. Ağa da Allahın qonağı idi. O qonaqlıqdan geriyə qayıtmadı. Ramazan ayında qonaq kimi qaldı Allahın yanında. Allahın rəhməti salam olsun ona. O qədər ki, mən araşdırmışam, çox çalışırdılar. Ayətullah Xamneyni Qəzzafi kimi öz xalqın əli ilə təhqir edib öldürsünlər. Saddam Hüseyn kimi eləsinlər. Kanalizasiyadan çıxardıb məhkəməsini qurub gülə-gülə edam eləsinlər. Çox istəyirdilər Xamney ağanı. Çox xəstəliklə, yəni ölümü də sadə ölüm olsun. Amma Aşura ziyaretnaməsindəki qardaşımızı Allah Teala dua edirik. Həyatımızı Peyğəmbər Əhl-i Beytin həyatı kimi, ölümümüzü də onların ölümü kimi qərar ver. Bu dua Ayətullah Xamney haqqında müstəcab oldu. Yaxşı. İndi keçək müharibə ilə bağlı ikinci məsələyə. Qardaşlar, tez-tez verilən suallardan biri sosial şəbəkələrdə möminlərdən yoxdur, əlhəmdülillah. Nə üçün biz İranı müdafiə etməliyik? Əvvəldə bunu deyim, çünki İrandan danışanda bəziləri görsən ki, hiss olunur, ağız bunu büzürlər, narahat olurlar. Hələ bəziləri təhqirə də keçirlər. Deyirlər ki, İrandan danışanlar İranın agentləridir, üzr istəyirəm, nə bilim, tulalarıdır, üzr istəyirəm, aftafasıdır, təhqiramiz sözlərlə yağdırırlar. Da biz onları istəmirik deyək ki, bu günləri Trump'ı müdafiə edənlər Epistinin tulalarıdır. Özünüz bilərsiniz. Amma and olsun bu Ramazan ayına. Oruc halda Peyğəmbər minbərindən Allahın salamı ona və Əhl-i Beytinə lənət göndərirəm. Sifarişlə danışan adama Allahın lənət olsun. Amin. Amma hər iki tərəfə lənət göndəririk. Allah lənət eləsin sifarişlə də o Peyğəmbər balası ki, orucluqda şəhid olub, onun haqqına girənlərə. Amin. Allah hidayət eləsin. Qabili hidayət görsə lənət eləsin. Amin. Sabah hamımız bir gün ölüb Allahın huzurunda Allaha cavab verəcək. Onda daha bizim dadımıza nə Trump gələr, nə Netanyahu gələr, nə də ki o zalim rəhbərlər gələr. Allahdan qorxaq. Xristiyan Amerikalı bir analitik görür nə deyir? Deyir ki, Amerika Ramazan ayında müsəlmanların ən müqəddəs ayında müsəlmanların ən ali rəhbərini terror elədi. Əgər bu işi Xristiyanların, katoliklərin, onların da oruz günləri var, oruz bayramı var. Həmin vaxtı papanı öldürsəydilər, bu elə onu oxşayır. Necə olardı? Düzdür ya yox? Mən də bir əlavə eləyim. Azərbaycanda katoliklər var, xristiyanlar var, bizim xalqımızın, ölkəmizin vətəndaşlarıdırlar. Papa öləndə o katoliklər narahat idilər. Ağlayan da var idi, yas saxlayan var idi. Papa da bir ölkə başçısıdır. Ölkənin adı nədir? Vatikan. İndi onlar Vatikana işləyir. Ümumiyyətlə, eşitmişsiniz indiyə qədisində ki, Papa rejimi, Vatikan rejimi dünyada Yahudilərin adından sui-istifadə eləyib, Peyğəmbər adını, Yaqub Peyğəmbərin ki, ikinci adı əleyhissalam İsraildir, ölkəyə ad qoyan, rəsmi İsrail adını daşıyan ölkə indiyə qədər Molla rejimi, Zuhud rejimi, Ravvir rejimi deyən görmüsünüz? Bəs niyə İrana deyirlər? İnsaflı olun, insaflı olun. Vəzifəmiz budur. Birinci bir müsəlman kimi. Əgər bir müsəlmana təcavüz olunursa, biz o müsəlmanı müdafiə eləməliyik. Bu Quranın məntiqidir. Peyğəmbər Əhl-i Beytin buyurduğudur. Allahın salamı olsun onlara Əhl-i Beytinə. Müharibədə müsəlman xüsusən haqdır. Vəzifəmiz təcavüz olunan müsəlmana xoşumuz gəlməyə də bilər. İradlarımız da olar. Biz onu müdafiə eləməliyik. Necə ki, Fələstin əhli sünnə qardaşdır, biz onu müdafiə eləməliyik. Saddam Hüseyn özü zalim idi. İmam Hüseynin hərəmin gülləbaran eləmişdi. İşğalçı idi. İranda bir neçə müsəlman ölkəsində deyilir ki, həmin Saddam İrana 8 il, 9 il qanıt durmuşdu. Yəni, insaflı olaq. Bugün, and olallah, bu minbərdən deyirəm, əgər Türkiyə, ki, nə qədər siyasətində səhvlər var demişəm, Səudi Ərəbistanı Vahabi hakimiyyəti, Epestinə Kəbənin pərdəsini göndərən. Amma müsəlman ölkəsidir. Əgər ona da təcavüz olunsa, Amerika, İsrail tərəfindən haqq olsun, onu bizim vəzifəmiz müdafiə eləməkdir. Vahabidir, xoşumuz gəlmir, başqa söhbətdir.
Sağ olsun, çox müsəlman ölkələr müdafiə elədilər. Azərbaycanda da rəsmilər görsənən budur ki, birinci başsağlığı veriblər. Pakistanda əhl-i sünnə alimləri, Fələstində, Banqladeşdə fətvalar verdilər. Hətta əhl-i sünnədə var, cənazə namazı qıldılar. Uzaqdan da olsa Ayətullah Xameneyi cənazə namazı qıldılar. 2. Qanun, hüquq baxmayaraq indi dünyada pozulub, hamısı kağız üzərindədir, BMT filan bəsməşən, beynəlxalq qanunlara əsasən İrana təcavüz olunmuşdur. Kim qanundan danışırsa, mənim torpağım işğal olub, mən öz torpağımda beynəlxalq hüquqdan danışıramsa, bugün gərək onu İran üçün istəyəm. 3. Qonşuluq haqqı. Qardaşlarım, unutmayaq. Faktları var, videoları var. İran bizim qonşu ölkədir. İran Qarabağ müharibəsində həm birinci, həm ikinci Qarabağ savaşında yanımızda olub. Əskərləri göndərib, şəhidlər verib. Bizim ölkə başçısı və başqaları da bunu etiraflar ediblər. Silahlar da verilib, demişəm sizə. Mənim də özü şahidlərim var. Gözümlə görmüşəm Lənkəranda, Əfqanistandan gələn mücahidləri ki, gedirdilər, şəhid oldular. İran tərəfdən gəlirdi, İran onları göndərirdi. Aralarında İranlılarla bir yerdə, o cümlədən də Azərbaycanda tanınmış, dedim, mərhum Hacı Şahin də özü bu qulaqlarına eşitdim ki, 2-ci Qarabağ savaşında İrandan silahlar göndərilirdi. Özü də pul da alınmırdı ki, müharibə şəraitidir, pul da lazımdır, sizə kömək lazımdır. Yalandan amma təbliğat apardılar ki, Ermənistana silah verir. Müharibədən sonra Bakıda bir park var, Qənimətlər Parkı. Görmüsünüz də? Qənimətlər Parkın gəzin. Əgər orada bir İran silahı görsəniz, deyərsiniz. Əgər bir güllə tapsaydılar, bir avtomat İran istehsalı tapsaydılar, onu Qənimətlər Parkında tez qoyardılar ki, baxın, Ermənistana İran nə edib? Silah verib. Son, bir vicdanlı insan kimi, bir azad təfəkkürlü insan kimi, bir müsəlman kimi borcumuz müdafiə eləməkdir. Beynəlxalq qanunlar deyir ki, İran haqdır, ona təcavüz olundu. 3 qonşu ölkəmizdir, bizim boynumuzda haqqımız var. 4, insan olaq, vicdanımız olsun. Trump cinayətkardır, amma Trump'ın qardaşı qızı çıxıb Mary Trump deyir ki, uşaqlar orada öldürüblər məktəbdə. Birinci gün ən çox bomba vurulub Ayətullah Xameneyin evinə, ailəsinə belə şəhid olub. Bir də Minab adlanan bir yerdə vurublar məktəbi. Peyklə görüntülər var ki, bilə-bilə vurublar, hərbislər deyilir. 100-dən çox körpə uşaqlar qətliam ediblər. Balaca qızcağın üzr istəyirəm, məcburam bunu deməyə. Balaca qolun göstərirdi sumkası ilə. Bir qolu qalıb, bir sumkası qalıb. Yəni bizim vicdanımız olsun. Nə müsəlmansan, namaz qılansan, amma vicdanlı ol, haqqı denən. Ona görə də biz bu savaşa İran kimi, İran kimi baxmırıq. Şərlə xeyrin, haqla batilin müharibəsi kimi baxırıq. Adam əti yeyən, uşaq öldürən, uşaqlara təcavüz edənlərlə uşaqların haqqını müdafiə edənlərin müharibəsi kimi baxırıq. Son. Naxçıvanla bağlı soruşursunuz. Bu hadisə çox acı hadisədir. Deyəcəyəm niyə. Amma əvvəldə bunu deyim. Müharibə başlayanda bəziləri sevinirdi. Qonşunun evi od tutub yanırsa, ona sevinməməlisən. Ağlı olan buna sevinməz. Molladan, İrandan xoşu gəlməyən, orada olan insanlar bombalananda ona sevinməz. Onun nəticəsi budur. Hətta deyərdim ki, Ayətullah Xameneyi, Allah ona rəhmət eləsin, onun ölümünün, itkisinin, şəhadətinin acı nəticəsidir bugün Azərbaycanın da boyunda bilmədən ya bilə-bilə iştirakçı olmasıdır. Bu çox da təhlükəlidir. Kimisi İran vurulanda sevinir, kimisi də Naxçıvana kim vurub, nə vurub bilmirik, bəziləri də onu sevinir. Amma mən burada öz fikrimi deyirəm. Mənim gəldiyim qənaət budur. Bir jurnalist var, Rusiya prezidenti Vladimir Putin'dən müsahibə alıb. Tucker Carlson, baxmışsınız ona. Videoları milyonlara baxışı var. Açıq-aşkar videoda deyir ki, bu müharibə başlayandan, baxmayaraq İran, Qətərdə, Səudiyyədə Amerika bazasını vurur, amma kəşfiyyatçılar, casuslar tutublar Qətərlə Səudiyyədə bəzi mühüm obyektləri ki, İran vurmur, onları partlatmaq istəyiblər, İran boynuna töksünlər, agenti çıxıblar. Görün. Türkiyəni vuran kimi. Nə oldu? NATO dedi, biz varıq, Türkiyə sənin arxandayıq. Türkiyə ilə Rusiyanın arası qırıcı. 2016-cı ildə yadındadır da, tez düşdülər Türkiyə ilə Rusiyanı döyüşdürsünlər. Amma iki ölkə başçısı da ağıllı çıxdı. Avropa bundan yararlanmaq istəyir. Türkiyəni vurdular, Türkiyə dalındayıq. Qəzzəni bombalayanda insan haqlarından danışan Avropa hardaydın? Çox şübhəlidir. Türkiyə bugün vurulur, sabahsı gün Naxçıvan vurulur. Özü də ən dəhşətlisi məktəbin adı çəkilir. Sizə and verirəm Allaha.
Dindar kimi yox. Bir vicdanlı insan kimi mənə deyin. 3 ildir, 4 ildir dünya gündəmində məktəbləri bombalayan, 22 mindən uşaq öldürən kimdir? Siyonistlərdir. İrana hücum başlayan günü Ayətullah Xameneyinin evini, şəhidin evini vurmayla yanaşı orta məktəb, qız məktəbini vuran hansı rejimdir? Nə bilirsiniz, Naxçıvan onlar eləməyiblər. Emosiyalara qapılmaq, iki qardaş ölkəni, müsəlman, şiə, Azərbaycanı döyüşdürmək, necə ki, Ukraynanla Rusiyanı, iki Slavyan, iki xristiyan qardaşı, Amerika və Avropanın, İsrailin, münafiqlərin əli ilə döyüşdürürlər. Minlərlə insanların qanı tökülüb. Bu Amerikanın siyasətidir. Buna ehtiyatlı olmaq lazımdır və çox təəccüblü də budur ki, bir videoda qulaq astım ki, bir hərbiçi deyib ki, çox şübhəli arqumentlər var. Bir də budur ki, həmin vaxtı Naxçıvan tərəfdə kimin boynuna imiş, kimin vəzifəsi havada müdafiə sistemi qorumamış, söndürüblər. İran mən üçün təəccüblüdür. İrandan raketləri 1200 kilometr o tərəfdə İsraildə düz hərbi qərargahı vura bilir. Amma qulağının dibindən Naxçıvanda hərbi yerlə orta məktəbi səhv saldı. İrana lazımdır abırı İsrail kimi, uşaq qatili kimi geçsin ki, sən uşaq qatilisən. Mən bunu təəccüb edirəm. Xüsusən də Naxçıvanlar İranı yaxşı tanıyırlar. Naxçıvan cəmaatı bizim vəziyyətimiz nisbətdə yaxşı olub. Mən Naxçıvanlarla söhbət eləmişəm, and olsun Allaha. Naxçıvanlar Qarabağ savaşında, müharibə dövründə Naxçıvanların çörəyi belə İrandan bişib gəlib. Bunu dövlət məmuru danışır, videosu da var, baxa bilərsiniz. Qazı belə oradan gəlib. İndi bəzi məmulatlar oradan gedirlər. İllərlə Naxçıvanı blokada vəziyyətində Heydər Əliyev hələ Naxçıvanda Muxtar Respublikanın başçısı olanda göndərən və indi baxın Azərbaycanda rəsmən Azərtacda adı qeyd olunub ki, Heydər Əliyev Ayətullah Xameneyə İranın ali dini lideri kəlməsindən məktubun qabağında yazardı, qardaşım Xameneyi. Bunlar elə belə olmayıb, qardaşlarım. İndi iki xalqı bir-birinə qırdırmaq ancaq planıdır, düşmənlərin planıdır. Bundan çəkinmək lazımdır və bu günləri İrana təcavüz olunub, hamımız ələ verməliyik, müsəlman qardaşlığımızı qorumalıyıq və bu təcavüzün qabağında durmalıyıq.